əyib büküb belə tullamırıq da, onu fikirləşməliyik. Biz beyin məhsulu ortaya çıxardıq. Bizim beyin məhsulumuz 3 aya ərsəyə gələn bir park layihəsi və 3 aya ərsəyə gələn 10 dənə masaya. Bəs ikisini bir arada eləyən birisi. Park layihəsində var 50 dənə skamya, Aha. 50 dənə zibil qabı, 10 dənə perqalar, ağac zibil izqarası, velosiped dayanacağı, bulaq, bir 10 çeşid məhsul var. 10 çeşid məhsul ərsəyə gəlməsi üçün mühəndislər ona fokuslanırlar. Tək onu fikirləşmirik ki, axı məhsulun düzəlməyi, məhsulun orada yerləşməsinə qədər, orada digər qurumlarla birləşmə momenti var. Biri beton verir, biri işıq çəkməlidir. Biz layihəni aparanda hamısını düşünürük də. Ardıcıllıq ki, bizim məhsulun altyapısı daha tez gəlməlidir. Orada bir işıqla birləşmə olmalı. Sadəcə məhsul istehsal eləməklə bitmir. Deyək ki, memorial kompleks eləmir. Memorial kompleksin alt betonu və mərmər işi var. Biz üstünü düzəldirik, düzdür? Abidənin üst divarını düzəldənkən altında olacaq o mərmər necə onunla birləşəcək? Ona qədər biz düşünürük. Mərmərçiyə bizim layihə tam hazır olduqdan sonra işçi layihə. Ondan sonra mərmərçiyə hardan necə eləyəcəyini biz veririk.